xəmir qarışdırma robotumuzu hazırlamışıq. Birinci növbədə su əlavə edirik. 2 böyük pizza öncə ilıq su əlavə etdik. Üzərinə 2 çay qaşığı maya, 2 çay qaşığı maya, bir çay qaşığı şəkər tozu deyilir. Əslində öz reseptində əlavə etməyə sadəcə olaraq bir çay qaşığı şəkər tozunu əlavə edəndə mayamız yaxşı aktivləşmiş. Mayamızın yaxşı aktivləşməsi üçün mən bir dolu yemək qaşığı şəkər tozu əlavə edirəm. Yarım stəkan, yəni 100 ml stəkan ölçüsü ilə un əlavə edirik. Gözləyirik ki, mayamız aktivləşsin, qabarsın. Mayamız köpürəndən sonra isə xəmirimizi yoğurmağa davam edirik. Xəmirimizi hazırdır və xəmirimizi qoyuruq mayalanmağa. Biraz manna səpirik. Mayalanmış xəmirimizi 2 bərabər hissəyə bölürük və manna səpilmiş soba listində xəmirimizi açırıq, oxlubsuz açırıq. Və 1-2 sir vermək istəyirəm. Əgər ilkin mayalanma üçün xəmirinizi qoyursunuzsa, həmin qarışığa duz səpmirik, çünki mayalanmanı zəiflədə bilir. Və ilk dəfə olaraq sınadım mən sobanı 240 dərəcəyə qədər qızdırıram və pizzanı 7-8 dəqiqə ərzində bişirirəm. Həqiqətən də çox ləzzətli. Mütləq siz də belə sınayın. Əgər fanlıdırsa 220-230 dərəcə arasında da qızdıra bilərsiniz. Üzərinə evdə hazırlanmış pomidor sosunu əlavə edirik və 2 cür aldığım mozzarella pendirini həm sütkəcdən keçirilmiş, həm də dilimlər formasında yaydım. Qızmış sobamda 7-8 dəqiqə ərzində bişirdim. Nəticə çox gözəl alındı, çox bəyənildi və 2 lis pizza tamamilə yeyildi, bitdi. Ümid edirəm ki, siz də bu formada edib çox bəyənəcəksiniz. Fikirlərinizi, o gözəl rəylərinizi, bəyənlərinizi, abunəliklərinizi bizdən əsirgəməyəcəksiniz. Diqqətiniz bizim üçün önəmlidir. Təşəkkür edirəm. Nuş olsun.